Mağazalara daxil olduqda məlum olur ki, yeni təhsilin başlanmasını valideynlər şagirdlərdən daha həyəcanla qarşılayacaq. Bunun səbəbi isə məktəb ləvazimatlarında müşahidə olunan süni qiymət artımıdır. Artıq bir neçə ildir ki, dərsliklərin şagirdlərə pulsuz verilməsi valideynlərin yükünü xeyli azaldıb. Amma iş təkcə kitablarla bitmir. Mağazalarda ən ucuz məktəb ləvazimatının ibtidai siniflər üçün nəzərdə tutulmuş 12 vərəqli dəftər olduğunu müəyyən etdik. 10 qəpi. Digər dəftərlərə gəldikdə 40 vərəqli 20, 60 vərəqli dəftərlər 30 qəpiyə satılır. Dəftər üzləri 30-50 qəpi arasında dəyişir. Qələmlər 20 qəpikdən 1 manatadək, pozanlar 20-50 qəpi, karandaşyonan 50-80 qəpi, rəsm albomları 50 qəpikdən 2 manatadək, rəngli karandaşlar isə 2-12 manat arasındadır. Məktəbli qayçısının qiyməti 2 manatdan başlanır. Valideynlər də qiymətlərin onların büdcələrinə uyğun gəlmədiyini deyirlər. Lənkəranımız gün-gündən gözəlləşir, hər bir şey var, ancaq ki, məktəb ləvazimatları bizi qane eləmir, bahaçılıqdır. Yəni imkanımız yoxdur, alay. 2 dənə uşaq verəcəm, çatmır pulum. Qiymətlər bahadır, heç cürə ala bilmirik. Həm paltarlar, həm də ki, maddi cəhətdə vəziyyət yaxşı deyil. Məktəblərin ən vacib vəsaitlərindən olan çantaların da qiyməti ürəkəçan görünmür. Araşdırma apardığımız mağazalarda 10-30 manat civarında dəyişən çantalara rast gəlmək mümkündür. Satıcıların əsas arqumenti yenə də keyfiyyətdir. Onların sözlərinə görə bahalı mallar onların daha keyfiyyətli olması ilə bağlıdır. Artıq 2 ildir ki, orta məktəblərdə vahid məktəbli forması tətbiq olunur. Beləliklə çəkilən xərclərə ən azı 40 manatdan başlanan məktəbli formalarını, ayaqqabı və sairəni əlavə etsək, bir şagirdi məktəbə yola salmaq üçün ən azı 150-200 manat tələb olunur. Ailədə 2-3 məktəbli varsa, ümumilikdə çəkiləcək xərci özünüz asanlıqla müəyyən edə bilərsiniz. Günay Əlizadə, Elviz Nəsirli, Xəbər xətti.